proqramımıza da elə Doktor Seyfəddin klinikasının dəstəyi ilə baxırsınız. Dünən gələcəkdi Səkim, dostunuz burada gözlədi. Ənkə Niyamətli Musayevin gözünün kökü saraldı səni gözləməyə qədər. Dedi, anonslarda var idi, kişi gəlməli idi, nə oldu? Dedi, nə bileyim, belə oldu. Toya gedib. Ona çox gözlədi, sizə xüsusi salamlarını çatdırdı. Həkim, deməli, ən əsası odur ki, bax, hava mövsüm də dəyişir. Yəni, bugün yağış yağır, sabah külək olur. Bax, bugün gün çıxmışdı. Bu, təbii ki, insanın elə əhval-ruhiyyəsinə də təsir göstərir. Sağlamlığa isə söz ola bilməz də. Ona elə fəsadlar yetirilir ki, qışın oğlan çağında gün çıxıb. Bax, bu baxımdan elə bir mikrofonla tamaşaçılarımızı marifləndirin. Anar bəy, bu ən pis vaxtdır da. Havanın kəskin dəyişməsi çox xəstəliklərə təsir edir. O cümlədən də qan təzyiqinə, bronxial asmaya, bronxitə, allergik xəstəliklərə, panik atak olan adamlara, migren olan adamlara, yəni çox xəstəliklərin kəskinləşmə dövrüdür. Xüsusilə də ən təhlükəli xəstəliklərdən biri, mən həmişə ona deyirəm, mən demirəm deyilib, səssiz ölüm, yəni qan təzyiq xəstəliyi. Qəflətən qan təzyiq qalxır, o adam profilaktik tədbir görmürsə, özünü gözləmirsə və görürsən ki, insult əmələ gəlir, beynə qansızdır və yaxud da ki, ürək əzələsinin infarktı olur, tromb əmələ gəlir. Yəni, bütün hallarda biz hər zaman deyirik ki, Doktor Seyfəddin klinikasında da bunu yerinə yetiririk. Mütləq qan təzyiqi olan, ürəyin işemik xəstəlikləri olan, ürək stenokardiyası və yaxud da ki, infarkt keçirmiş adamlar infarktdan sonraki dövrdə bütün bu ürək damar sisteminə əhatə edən nə varsa bunlar zəli qoydurmalıdırlar. Zəli qoyulanda qan təzyiqi profesional şəkildə, çox düz qeyd elədiniz, öz başına olmaz, ciddi fəsadlara gətirib çıxara bilir və bir də zəli təmiz olmalıdır, su yetişdirilmiş olmalıdır, su zəlisi yox. O, dediyim kimi, fəsadlara gətirir və insanlar görürsən, insult olur, paraliz olur, parez olur, bir tərəf işləmir, dili tutulur, ya dünyasını dəyişir. Yəni, ciddi fəsadlara gətirir və yaxud ürək əzələsinin infarktı olur. Bəzən, bəzi hallarda görürsən, o da kəskin ağrıdan ya ritim pozğundan dünyasını dəyişə bilir. İndi şükürlər olsun, Azərbaycanda bugün kardiologiya çox böyük sürətlə inkişaf edir. Birləşərək elə müasir təbabət, ənənəvi təbabət xeyli dərəcədə insanlarımıza kömək edir Azərbaycanda. Və təbii bununla bərabər dediyim kimi, iqlim dəyişikliklərinin təsir etdiyi digər bronxial asması olan, kəskin, xroniki bronxit görürsən kəskinləşir və yaxud allergik xəstəliklər, bunlar da bizə müraciət edə bilirlər və migren, xüsusilə də migren xəstələri. Çünki migreni hər zaman deyirik ki, dünyada müalicəsi iynə dərmanla yoxdur. Bu baş ağrılarını biz təbii üsullarla Doktor Seyfəddin klinikasında həll edirik. Baş ağrılarından insanları azad edirik.